Kanalıma abunə olmağı və zəng işarəsinə basmağı unutmayın. 10-cu sinifdə 2-ci unitdəyik. Ədəbiyyat haqqındadır. Sözlərə və definitionlara baxaq. Adore, heyran olmaq, admire, sevmək, heyran olmaq, love somebody madly, very much, bir kəsi dəlicəsinə, həddən çox sevmək. Expository, təsviri, intended to explain or describe something, yəni bir şeyi təsvir etmək və ya onu izah etmək üçün nəzərdə tutulan, misal üçün sinonimləri explanatory, izah edici, descriptive, təsviri, describing, o da təsvir edici deməkdir. Manuscript, əl yazması, a copy of book written by hand, yəni bir şeyin əllə yazılmış versiyası. A piece of music, ya musiqi hissəsi ola bilər. Before it has been printed, yəni çap olunmazdan əvvəl əl yazma forması. Narrate, nəql etməkdir. To tell a story, nağıl danışmaqdır. Parchment, perqamentdir, kağız növüdür. Material made from the skin of a sheep or goat used in the past for writing on. Yəni kağız deyəndə yazı materialıdır da. Keçmişdə kağız olmazdan əvvəl sheep or goat, keçi və ya qoyun dərsindən olan bir material idi ki, üzərində yazı yazmaq üçün idi. Periodical, dövrü olaraq çıxan deməkdir. A magazine that is published every week, month, etc. Elə bir jurnaldır ki, o ya hər həftə, hər ay yeni ki, davamlı olaraq vaxtaşırı çıxır, especially one that's concerned with an academic subject. Xüsusən də akademik mövzuda olan bir şey. Persuasive, cəlb edici, persuade, inandırmaq, cəlb etmək, şirinlikləndirmək deməkdir. Able to persuade somebody to do or believe something, yəni kiməsə nəsə etməyə və nəyəsə inandırmağa cəhd edirsən. Persuasive arguments, evidence, style, etc. Yəni inandırıcı arqumentlər, inandırıcı evidence, sübutlar və ya inandırıcı style, üslub, məsələn danışıq üslubu. Prejudice, ön yarğı deməkdir, qərəz deməkdir. An opinion formed without taking time and care to judge fairly. Yəni ki, tam yaxşı tanımadan, ona ədalətli yanaşmadan verdiyin qərarlardır. Məsələn, bir insanı tanımadın deyirsən ki, o özünə çox razı insandır, amma yaxşı tanımırsan axı, bax bu prejudice-dir. Put down, yerə qoymaqdır. Stop holding something and place it on a table, shelf, etc. Yəni artıq hold tutmursan da və onu harasa qoyursan, məsələn stolun üstünə, rəfə. Recommend, məsləhət görməkdir. Tell somebody that something is good or useful. Kiməsə deyirsən ki, filan şey yaxşıdır və ya xeyirlidir. Or that somebody would be suitable for a particular job və ya kimisə hansı işə məsləhət görürsənsə. Reference, istinad. A thing you say or write that mentions somebody or something else. Yəni yazarkən və ya danışarkən kiməsə istinad etmək deməkdir. The act of looking at something for information. Məlumat üçün harayasa üz tutmaq, nəyəsə istinad etmək. Reveal, açıq-aşkar etmək, üstünü açmaq. Make known, yəni previously unknown or secret information known. Əvvəlcə bilinməyən və ya sir olan bir məlumatı açmaq, üstünü açmaq. Tell demək, disclose da açıq-aşkar, yəni gizli olan bir şeyi ortaya qoymaq. Relate, əlaqələndirməkdir. Concern, refer, concern, əlaqədar olmaq, refer, aid olmaq. Thematic isə elə tematik deməkdir, yəni mövzu ətrafında olan bir şey. Having or relating to subjects or a particular subject, yəni bir mövzuya və ya bir neçə mövzu ilə əlaqədar olmaq. Relating to the theme of an inflected word, topical, yəni ki mövzu, topic mövzudur, hamısı mövzu ilə əlaqədar deməkdir. Haqqında danışılan bir şey ətrafında, bu temada, yəni bu mövzuda olan bir şey. 56-da ulduzlu sözlərimiz var. Blockbuster. Çox vaxt bu söz heç tərcümə olunmur, elə blockbuster deyilir. Mənası something very successful, especially a very successful book or film, movie. Yəni bir kitabdır, filmdir, kinodur ki, birdən-birə çox məşhurlaşır, partlayış kimi məşhurlaşır, yayılır. Ona deyirlər blockbuster. Narrative isə nəqlidir. A description of events, especially in a novel. Yəni ki, məsələn, əsərdə, nağılda, əhvalatın nəql olunmasıdır, təsvir olunmasıdır. Sinonim də story, nağıl.
58-dəki sözümüz witty, hazır cavab, zirək, smart, ağıllı, smartın bir mənası da qəşəngdir, cute da ağıllı, qəşəng, humorous, yumorik, yəni məzəli, comic də elə məzəli deməkdir. Burada maraqlı bir çalışmamız var. Frazeoloji birləşmələrdən ibarətdir. İndi əvvəlcə belə çalışmaları eləyəndə təxmin edirik. To read someone like a book. Kimisə kitab kimi oxumaq, yəni sanki onu yaxşı tanımaq kimi məna verir. To go by the book kitabla getmək, yəni necə verilibsə o cür etmək. A closed book bağlı kitabçı demək sirri bir şey deməkdir. To speak volumes çox danışmaqdır da. Volume axı cild deməkdir. Yəni çox danışmaq və ya ağıllı danışmaq bu kimi mənalar verə bilər. To read between the lines sətr arası məna, bax belə bir anlayış var. İndi izahlarını oxuyaq. To draw conclusion about the writer's feelings from the matter and tone of the work and not from his actual words. O deməkdir ki, əsl o sözlərdən yox, mənadan nəsə başa düşürsən, belə nəticəyə gəlirsən, yəni yazılmış şeylərdən yox, sadəcə o yazıcının hisslərindən sanki tutursan mənanı. Bu da yəni sətr altı məna. Burada biz sətr altı məna deyirik, burada sətr arası oxumaqdır. Ona görə də A variantını 5-ə veririk. To be full of meaning, yəni məna ilə doludur. Məna ilə doludursa, onu verə bilərik to speak volumes-a. Çünki speak volumes cilddir, yəni ki, çox geniş məlumat verir, yəni məna çoxdur burada. C-yə baxırıq, to act in strict accordance with the rules and regulations, yəni tam verilən qaydalara, göstərişlərə uyğun olaraq hərəkət edirsənsə, deməli bu to go by the book mənasına verir. Yəni kitabda yazılan kimi. Yəni, amma mənası belədir ki, necə deyilirsə elə də etmək. A subject about which one knows nothing, a mystery. Yəni elə bir şeydir ki, onun haqqında heç nə bilmirsə, o sanki sirridir, o da olur. A closed book, yəni sanki bağlı bir kitabdır. To know exactly what someone is thinking even before he has spoken. Bir adam hətta danışmasa da onun nə düşündüyünü, nə deyəcəyini bilirsən. Deməli, o da olur to read someone like a book. Kimisə açıq kitab kimi oxumaq. 62-də ulduzlu sözümüz var. All in all, ümumiyyətlə deməkdir. Generally, in general, on the whole, ümumiyyətlə, ümumilikdə baxsaq, bu kimi mənalar verir. Növbəti lesson sözləri beg, yalvarmaq, to ask somebody very strongly or anxiously for something. Kimdənsə çox güclü şəkildə, narahat şəkildə, anxiously, həyəcanla nəsə istəmə, confrontation, üzləşmə, üzbəüz durma, a situation where there is angry disagreement, yəni aralarında iki tərəf arasında əsəbi şəkildə, narahat şəkildə bir narazılıq varsa, a hostile or argumentative meeting or situation between opposing parties, bir-birinə qarşı olan partiyalar arasında bir görüş və ya situasiyadır. Konfliktdə münaqişə deməkdir. Deal with iki mənası ola bilər. Deməli, ya əlaqədar olmaqdır, ya da həll etməkdir. Take appropriate action in a particular situation or according to who you are talking to və ya managing sinonimdə handle. Burada həll etmək mənasındadır. Yəni ki, uyğun bir appropriate, lazımi hərəkətlər görürsən ki, hansısa müəyyən situasiyada yəni according to who are you talking to, yəni danışdığın insana əsasən kiminləsə deal with people, yəni kiminləsə yola getmək, kiminləsə əlaqə qurmaq, managing idarə etmək, həll etmək, yəni nəyisə bacarmaq, handle-da həll etmək, bacarmaq deməkdir. Frantic, qəzəbli, narahat, very worried, çox narahat, unable to control your emotions because you are frightened or worried about something. Artıq öz emosiyalarını idarə edə bilmirsən, çünki nədənsə çox narahatsan və ya qorxmusan. Housekeeper, evdar bir şəxsdir, a woman employee in charge of a house or a hotel. Yəni işçi bir insandır, qadındır ki, o ya otelin, ya evin idarəsinə baxır. Immediately, dərhal, gecikmədən, without delay, gecikmə olmadan, at once, dərhal.
increasingly artan dərəcədə, artan sürətdə, to an increasing extent artan dərəcədə, more and more getdikcə daha çox artmaq və sinonimi də progressively o da artan dərəcədə deməkdir. Master usta, ustad və ya sahib deməkdir. A person who is skilled at something, nədəsə çox bacarıqlı olan şəxs. Originate yaranmaq, əmələ gəlmək. To happen or appear for the first time in a particular place or situation. Hansısa bir yerdə və ya situasiyada baş qaldıran, ilk dəfə olaraq baş qaldıran və ya peyda olan bir şey. Have a specific beginning or origin. Yəni xüsusi bir başlanğıcı, origini, qaynaqlandığı yeri olan bir şey. Arise, baş qaldırmaq, begin, başlamaq. Poodle elə pudil itdir, növdür. A dog with very curly hair, qıvrım saçları, tükləri olan it. Romanticize, romantikləşdirmək. Deal with or describe in an idealized or unrealistic fashion. Yəni ideallaşdırılmış şəkildə, qeyri-realistik şəkildə nə isə təsvir etməyə. Yəni romantik janr o deməkdir ki, gördüyünü yox, sadəcə görmək istədiyini təsvir edirsən xəyalındakı kimi. Make something seem better or more appealing than it really is. Nəyisə reallıqda olduğundan daha yaxşı və ya daha cəlbedici görünməyini çalışırsan. Appeal cəlbedici deməkdir, qəşəng deməkdir. Unbelievably inanılmaz dərəcədə, incredibly inanılmaz dərəcədə, improbably də güman edilməz, probably güman deməkdir, improbably də güman edilməz, inanılmaz, ağla sığmaz dərəcədə. Burada zərflərin növü barədə kiçik bir qeydimiz var. Time, zaman zərfləri, hərəkətin nə vaxt baş verdiyini göstərir. Now, indi, immediately, dərhal. Manner, hərəkətin tərzinə bildirir. Məsələn, slowly, yavaş-yavaş. Frequency, hərəkətin tezliyini baş verir. Yəni, hansı tezlikdə təkrarlanır? Məsələn, always, həmişə təkrarlanır. Sometimes, bəzən təkrarlanır. Frequency tapmaq üçün, yəni zərfin yanına təkrarlanır sözü qoşursan, onda asan tapılır. Degree dərəcə bildirən, very çox, unbelievably inanılmaz dərəcədə. Comment isə sadəcə bizim fikrə münasibətimizi bildirir. Məsələn, likely xoşbəxtlikdən, sonra fortunately xoşbəxtlikdən, unfortunately təəssüf ki deməkdir. Burada qeyd edilir ki, adverb plus adjective olur və ya adverb plus adverb olur. O deməkdir ki, əgər bizə sifət lazımdırsa, biz sifətdən qabaq təyin edici kimi zərf işlədir. Çünki zərf nəyi təyin edir? Sifəti təyin edir. Əgər bizə zərf lazımdırsa, yenə zərfdən qabaq zərf qoyuruz. Çünki zərf həm də zərfi də təyin edir. Məsələn, surprisingly easy tərcümə ediləcək dərəcədə asandır. Yəni, exam easy, imtahan asandır. Bizə sifət lazımdır. Sadəcə sifətin dərəcəsini bildirmək üçün, sifəti daha da yaxşı təyin etmək üçün zərf işlədirik. I'm awfully sorry, çox üzgünəm, mən üzgünəm. Bizə sifət lazımdır. Sifətdən əvvəl təyin edici kimi zərf qoyuruq. Zərfdən də əvvəl onsuz da zərf gəlir. Zərfdən əvvəl sifət işlətməyin. Biz çox vaxt adjektivləri, yəni sifətləri götürüb axırına ly şəkilsi qoşaraq adverb, yəni zərf düzəldə bilərik. Məsələn, quick sifətdir, quickly zərfdir. Quiet sifət, quietly zərf. Slow sifət, slowly zərf. Amma ki, nota baxın qeyd yerinə. Not all words ending ly are adverbs. Hər ly ilə bitən söz zərf adlana bilməz. Some words ending in ly are adjectives too. Bəzi ly ilə bitən sözlər var ki, onlar sifətdir, zərf deyil. O da harda bilirik? Əgər ly şəkilçisini sifətə qoşuruqsa, onda zərf düzəldirik. Əgər ly şəkilçisini ismə qoşuruqsa, onda sifət düzəldirik. Friend isimdir, li qoşuruq, olur friendly, olur sifət. Fast, hard, late və early sözləri eyni zamanda həm sifətdir, həm də zərfdir. Yəni, onlara zərf düzəltmək üçün yenidən ly qoşmaya ehtiyac yoxdur. Bircə bunların içində istisna harddır ki, biz ona ly qoşub hardly düzəltsək, o inkar sözə bərabər olur. Yəni, zərf olmağına zərfdir. Sadəcə onu biz inkar zərfi adlandırırıq. Hardly bərabərdir not qeyd edin özünüzə. Həmişə yazda saxlayın ki, harda hardly görsəz, bilin ki, orada elə bil ki, not durur. Sözlərə davam edirik. Breed cins deməkdir və ya
feil kimi yetişdirmək. A stock of animals or plants within a species having a distinctive appearance. Yəni within species bir növ daxilində olan heyvanlara və bitkilərə deyirlər. Yəni bir sözlə cins. Distinctive appearance və fərqli görünüşləri var. Variety fərqlilik, stock bir yığın, bir topa, type növ, kind növ, sort növ və sort deməkdir. Dedicate həsr etməkdir. Biri var əsəri həsr etmək, biri də var məsələn vaxtını həsr etmək, həyatını həsr etmək. İzahına baxırıq. Yourself or something to something or doing something, yəni özünü və ya nəyəsə və ya nəsə etməyə həsr edirsən. To give a lot of your time and effort to a particular activity or purpose. Yəni activity, hansısa bir iş üçün və ya purpose, hansısa məqsəd üçün öz vaxtının çoxunu və effort, əziyyətlərini həsr edirsən. Devote da həsr etməkdir. Derive, diqqətli olun, bunu drive-lə, yəni sürməklə səhv salmayın. Drive, törəmək, yaranmaq deməkdir. Bir şeydən nəsə əmələ gəlməsi deməkdir. Çünki derivative sözündəndir də. Derivative də düzəltmə deməkdir. Get something from something. Nədənsə, nəyisə əldə etmək. Dynasty sülalədir. A series of rulers of a country who all belong to the same family. Ölkə idarəçiləri, dövlət idarəçiləridir ki, yəni eyni ailədən olursa, davamlı şəkildə ona deyirlər sülalə, yəni dynasty. Inclusiveness hər şeyə daxil deməkdir. Including or covering all the services, facilities or items normally expected or required. Yəni include daxildir və ya əhatə edir bütün xidmətləri, bütün facilitiesdə, avadanlıqları, ləvazimatları, itemlər, yəni ləvazimatları, yəni gözləniləcək və ya tələb olunacaq şəkildə hamısının bura nəyəsə daxil olması onda inkluziv adlanır bu. Notable, nəzərə çarpan, worthy of attention or notice. Yəni bizim diqqətimizə və ya notice görməyimizə dəyər bir şeydir, worthy. Və sinonim remarkable, o da nəzərə çarpandır. Outstanding, nəzərə çarpan, məşhur mənası da var. Significant, önəmli. Spectacular, mənzərəli, gözəl, baxımlı. Pen name, qələm adı, yəni təxəllüs. A name used by a writer instead of their real name. Yazıcı tərəfindən onun əsl adı əvəzinə istifadə olunan addır. Nickname, assumed name, professional name, yəni işlə əlaqədar ad. Nickname, təxəllüs, yəni bu sözlər deməkdir. Precede, öncədən gəlmək, yəni follow'un antonimidir. Follow, ardınca getmək, precede, öncədən gəlmək. Happen before something or come before something, somebody or in order. In order burada biz bilirik ki in order to ifadəsi var, ondan ötürü ki, amma burada to yoxdur da, sadəcə in order. Orderdə sıra. Yəni sırada və ya sıralanmada kimdənsə və ya nədənsə əvvəl gəlmək və ya ondan əvvəl baş verən bir şeyə precede deyirlər. Start, ilxı deməkdir. An animal, especially a horse that is kept for breeding. Yəni bir heyvan da xüsusən də atdan söhbət gedirsə, onu yəni bəsləmək üçün saxlayırlarsa. The place where animals, especially horses, are kept for breeding. Elə bir yerdir ki, yəni atları, ümumiyyətlə heyvanları, amma ən çox atları orada bəsləmək üçün, yetişdirmək üçün saxlayırlar. Sponsordakı ilə sponsor deməkdir. Yəni provide funds for, yəni nəyəsə görə fund burada pul cəhətdən, yəni təmin etməkdir. A project or activity or the person carrying it out, yəni bir layihəni, bir activity-ni, bir fəaliyyətdir və bir şəxsdir ki, onun üçün pul yatırım eləyirlər. Finance, o da pul cəhətdən pul deməkdir. Support, dəstək, contribute, yatırım etmək, fond da ki, pul yatırımı deməkdir. Well-versed, bilikli. Having a lot of knowledge about something or skill at something. Nəsə barədə çox məlumatı varsa, bacarığı varsa ona well-versed, bacarıqlı, savadlı, bilikli. 73-də ulduzlu sözümüz var. Quinary, beşlik deməkdir. Consisting of 5 əşyadan, 5 şeydən ibarət olan. Yəni xəmsə.
Növbəti səhifədə thinker, yəni düşünən, mütəfəkkir. A person who thinks in a particular way və philosopher. Yəni öz düşünmə üslubu olan insan və filosof. Sözlərə davam edirik. Amateur, həvəskar. A person who does something for pleasure, not for money or as a profession. Yəni elə bir şəxsdir ki, o bunu həvəskar kimi edir. Pleasure, yəni öz xoşuna gəldiyi üçün, pul üçün deyil və ya öz peşəsi, yəni onun peşəsi deyil, pul üçün etmir. Be mad, ətlə işlənir, dəli olmaq mənasındadır. Be crazy, be furious, yəni dəli olmaq, əsəbi olmaq. Fabulous, çox gözəl, xoşa gələn. Extremely good, həddən artıq gözəl. Fictional, ya uydurmadır, ya da yəni bədii ədəbiyyatdır fiction. Not real or true, yəni real deyil, həqiqi deyil. Existing only in stories, ancaq nağıllarda olan bir şey. Honored, şərəfli deməkdir. Respected and admired by somebody, kimisə tərəfindən hörmət edilən və ya heyranlıqla yanaşılan. Humorous, yumorik. Funny and entertaining, məzəli və əyləndirici. Showing a sense of humor, yəni yumor hissi olan, yumor hissi göstərən. Imaginative, təsviri, təxəyyüllə əlaqədar. Having or showing new and exciting ideas, yəni creative, inspired, inventive, elə bir insandır ki, imaginative insan olanda onun yeni ideyaları, çox maraqlı ideyaları olur, kreativ olur, nədənsə ilhamlanır və inventive, yaradıcı olur. Inspire, ilhamlandırmaq, həvəsləndirmək. Give somebody the desire, confidence or enthusiasm to do something well. Kiməsə desire, arzu, istək ötürürsən. Confidence, özünə inam, enthusiasm, həvəs yaradırsan ki, to do something well, neysə yaxşı yerinə yetirsin. Inventive, yenilikçi, yaradıcı. Able to think of new and interesting ideas, keep somebody in suspense. Yəni yeni ideyalar yaradır, yeni maraqlı ideyalar yaradır və hər kəsi maraq içində saxlayır. Suspense, təlaş və şübhədir. Yəni burada söhbət ədəbiyyatdan gedir də. Yəni ki, süjet o qədər maraqlı olur ki, hər kəsi o gərginlikdə saxlayır. Miner, şaxtaçı deməkdir. A person who works in a mine, taking out coal, gold, diamonds, yəni elə bir insandır ki, qazıntı ərazilərində işləyir. Orada daş kömür, qızıl, sonra diamond, brilliant və digər şeylərin qazıntı yerində çıxarılmasında işləyir. Mislead, aldatmaq, yolundan azdırmaq. Give somebody the wrong idea or impression and make them believe something that is not true. Yəni kiməsə yanlış bir fikir verirsən, fikir ötürürsən və ya yanlış təəssürat verirsən ki, ona elə ki, düzgün olmayan bir şey inanırsan. Yəni aldatmaq bir sözdən. Novelist, yazıcı. A person who writes novels, yəni novel, əsər yazan insan. Pick, yığmaq, seçmək deməkdir. An act of choosing something, neysə seçmək hərəkətidir. Remarkable, nəzərə çarpan. Unusual or surprising in a way that causes people to take notice. Yəni elə qeyri-adidir, elə təəccüblü bir şeydir ki, insanlar ona nəzər yetirir. Astonishing, heyrətamiz. Suspense, təlaş və şübhə deməkdir. A feeling of worry or excitement that you have when you feel that something is going to happen. Somebody is going to tell you some news. Yəni bir şey baş verməzdən əvvəl və ya kimsə sənə nəsə deməzdən əvvəl o keçirdiyin qəribə, həyəcanlı, narahat hisslərə deyilir. Suspenseful, şübhəli və qorxuducu, təlaş verici. Thrilling, qorxuducu, exciting, həyəcan verici. Suspensive, şübhəli. Suspicious, o da şübhəli. Doubtful, şübhəli. Worried, narahat. Vivid, açıq aydın. Producing very clear pictures in your mind. Yəni beynində açıq aydın təsvirlər oyadır. 82-də ulduzlu sözümüz var. Timber, taxta, şalman, tir mənasını verir. Trees that are grown to be used in building or for making things. Yəni elə ağaclardır ki, onlar tikintidə istifadə olunacaq. Tikintidə istifadə olmaq üçün və ya nəyinsə tikilməsi, hazırlanması üçün olan ağaclar. O biri səhifədə də ulduzlu sözlərimiz var.
Lawnmower ot biçən, a machine for cutting grass on a lawn, yəni ki, çəmənlikdə, otluq yerdə otu biçmək üçün olan bir cihaz. Vice versa, bu da latıncadan gələn sözdür, tərsinə, əksinə deməkdir. Other way round, yəni başqa tərəfdən baxsaq, contrary bunun əksinə, reciprocally, conversely, yəni qarşılaşdırma mənasında, bunun əksi olaraq. 5-ci lessonun sözləri alien, yad elli və ya yad planetli, a stranger from another land, planet, a foreigner, yəni başqa bir ərazilərdən, başqa planetdən olan kimsə, foreigner xarici bir şəxs. Archery, ox atma, the sport or skill of shooting with a bow and arrows, especially at a target. Yəni ox kamandan atılma idmanıdır, atma idmanıdır. Xüsusən də at a target, yəni hədəfə atmaqdır. Be based on, yəni əsaslanmaq. Be grounded on, o da nəyisə əsaslanmaqdır. Blockbuster, yuxarıda biz bunu dedik. Çox məşhur kitab və film deməkdir. Descriptive, təsviri, saying what somebody, something is like, yəni kiminsə və nəyisə necə olduğunu deyirsən, yəni təsvir edirsən. Describing something, nəyisə təsvir edirsən. Dynamic, dinamik, yəni hərəkətli. Energetic, yəni enerjili, aktivdir. Fən iki mənası var. Biri yəni sərinkeşdir, biri də ki fanat, yəni həvəskardır, nəyisə sevən. Admirer, o da kimisə sevəndə fanat, kiməsə heyran olan. Lover, sevən. Devotee, özünü nəyisə həsr edən. Fancy, bir mənası qəşəngdir, bir mənası da nəyisə həvəs göstərməkdir. Want something or want to do something, nəyisə istəmək və nəsə etmək istəmək. Believe or imagine something, nəyisə inanmaq və onu təsvir etmək. Məsələn, I fancy nəsə, mən filan şey istəyirəm. I don't fancy olanda mən filan şey istəmirəm deməkdir. Miss, buraxmaq, gecikmək və ya darıxmaq mənasını verir. Be bored, be anxious, have a tedious time. Darıxmaq, narahat olmaq və tedious time, yəni darıxdırıcı vaxt keçirmək. Be late, stay too long. Harasa gecikmək və ya çox vaxt itirmək. Transmit or pass, yəni nəyisə ötürmək və ya buraxmaq. Məsələn, hansısa verilişi buraxdım mənasında. Be sad, grieve, qəmgin olmaq. Burada sırf darıxmaq mənasındadır ki, qəm qüssə çəkmək. Shooting isə atıcılıqdır. Firing, yəni atmaq. Killing a person or an animal with a bullet or an arrow, güllə ilə və ya oxla hansısa insanı və ya heyvanı öldürmək. 92-də ulduzlu sözümüz conclusion, nəticə deməkdir. Result, outcome, ikisi də nəticədir. Burada maraqlı bir qrammatik qeydimiz var. Deməli, görürük ki, sol tərəfdə vasitəsiz nitqdə dırnaq içərisində verib, sağ tərəfdə isə onu vasitəyə çevirmişik, yəni ki, dırnaqdan açmışıq və mürəkkəb cümlə qurmuşuq. Bizim bu dırnaq içindəki cümlələrimiz görürük ki, sual cümləsindədir. Amma biz onları açanda təbii ki, artıq nəqli cümlə qururuq, sual cümləsi qurmuruq. Yəni, dırnaq daxilində olanda sual cümləsi kimi adi sual quruluşu olur, köməkçi mübtəda, sonra əsas fiil. Amma biz onu açanda artıq sual cümləsi itir. Ona görə də biz bütün köməkçiləri geri qaytarmalıyıq. Yəni ki, belə nəqli cümlə quranda, mürəkkəb cümlə quranda biz oradakı sual sözünü və köməkçini qabağa keçirdə bilmərik. Məsələn, she asks me if am I late səhvdir. Çünki am I-dan qabağa keçə bilməz. Yəni o am-i, yəni to be feilini qaytarmalıyıq mübtədadan sonra və ya he asks me if have I olmaz. I have olmalıdır. Yəni həmişə yazıda saxlayın ki, budaq cümlədə, yəni ki, ikinci tərəfdə köməkçi feil heç vaxt qabağa keçməməlidir. İndi biz burada nəqli cümlədən danışmışıq. Hamısının axırında nöqtə işarəsi var. Hətta əgər mürəkkəb cümlə sualla bitsə, yəni sual cümləsi olsa, sual işarəsi olsa, biz orada yalnız baş tərəfdə köməkçini keçirdə bilərik. Məsələn, does he ask? Does she ask? Did I ask? Did she ask? Yəni baş tərəfdə köməkçini keçirdərdik.
Yenə də budaq tərəfdə heç bir köməkçiyə əl vurmamalıyıq və orada heç bir köməkçini qabağa keçirtməməliyik. Bunu həmişə yadınızda saxlayın. Elə bununla da ikinci unitimiz bitir.